Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün qarşınızda duran bu maşın sadəcə bir dəmir yığını deyil, bu bir dövrün simvolu, avtomobil dizaynında inqilab etmiş Mercedes-Benz CLS C219-dur. Əslində CLS C219 kuzu haqqında əvvəl CLS 350 modelini çəkmişdim. Bu videoda sizlərə CLS 280 və CLS 300 modellərindən danışacağım. Əslində ikisi də eyni avtomobildir. İlərləyən dəqiqələrdə aydınlaşdıracaq. Elə bir maşın təsəvvür edin ki, həm ciddi biznes sedanı kimi görünmək istəyir, həm də idmançı kupe kimi çılğınlıq edir. Amma gəlin etiraf edək, bu maşını görəndə hamımızın ağlına birinci gələn sual, görəsən usta yanına nə qədər gedir olur. Xüsusilə də bugün danışacağımız CLS 280 və CLS 300 modelləri haqqında o qədər əfsanələr gəzir ki, gəlin hamısını bir-bir aydınlaşdıraq. İlk öncə bu ad məsələsi bir nöqtə qoyaq. Çünki çox adam elə bilir ki, bunlar tam fərqli dünyalardır. Əslində isə Mercedes 2008-ci ildə bu modeldə bir makyaj etdi, yəni facelift oldu. Həmin vaxta qədər bu mühərrikli versiya yox idi. Facelift ilə bərabər 2008-ci ildə CLS-i çıxardılar. CLS 280 cəmi bir il sonra 2009-cu ildə marketoloqlar düşündülər ki, 280 rəqəmi bu boyda heybətli maşına biraz balaca görünür. Gəlin bunun adını 300 qoyaq. Müştəri də sevinsin. Yəni dostlar, 2008-ci ilin 280 ilə 2010-cu ilin 300 arasında kaputun altında heç bir fərq yoxdur. Sadəcə bagajın üzərindəki rəqəmlər böyüyüb. İndi keçək o məşhur kaputun altına. Burada bizə M272 kodlu 3 litrlik 1V6 mühərrik salam verir. Bu mühərrik əslində çox güclüdür. 231 at gücü var, amma bir o qədər də nazlıdır. Bu motorun ən böyük dərdi hər kəsin qorxulu röyası olan o balans falı və zəncir məsələsidir. Mercedes mühəndisləri bəzən elə bilirlər ki, bu maşını sürmürük, sadəcə muzeydə saxlayırıq. Adətən 150-200 min kilometrə çatanda o zəncir başlayır uzanmağa. Mühərrikin içində qəribə traktor səsləri gəlməyə başlayır. Əgər səhər maşını soyuq halda işə salanda orada şaqqıltı eşidirsinizsə, bilin ki, o səs cibinizdəki pulların vidalaşma səsidir. Zəncirin ömrünü uzatmaq istəyirsinizsə, kitabçada 15 min yazılıb sözünü unudun. Bizim şəhərin tıxacında, o toz torpaqda ən gecə 6000 kilometrdən bir keyfiyyətli yağ tökməlisiniz ki, o mühərrik sizə çox sağ ol desin. Yoxsa o yağın içindəki çirklər, vanosları, klapanları elə günə qoyacaq ki, axırda mühərriki bütöv dəyişmək daha ucuz başa gələcək. Zəif nöqtələrdən danışırıqsa, bu maşının emissiyası, yəni o plastik kollektorların qapaqcıqlarını haqqında dastan yazmaq olar. O qapaqcıqlar zamanla mühərrikin sisindən quruyub qırılır və maşın başlayır boğulmağa, gücdən düşməyə. Hələ o yağ sızmalarını demirəm. Bu maşın sanki ətrafını nişan qoymağı sevir. Yağ soyuducusu, yəni templomenik tərəfindən sızan yağlar həm pis qoxu verir, həm də vaxtında baxmasanız başqa yerləri sıradan çıxarır. Bir daha məşhur aeromatik sistemi var ki, konforuna söz ola bilməz, sanki buludların üstündə gedirsən. Amma bir gün səhər durub görsən ki, maşının önü yerə yapışıb, arxası isə göyə baxır. Deməli, pnevmobalonlar mən yoruldum deyib istehfaya gedib. Facelift modellərdə tormoz sistemi olan SPC bloku nisbətən düzəlsə də, yenə də bu maşını alanda tormozun son istifadə tarixi olduğunu unutmamalısınız. İnteryeri keçəndə isə adamın bütün hissi soğuyur. O çərçivəsiz qapıları açıb içinə oturanda özünüzü həqiqətən xüsusi hiss edirsiniz. Amma boyunuz 1.85-dən yuxarıdırsa, arxada oturanda dostunuz biraz əyilmək məcburiyyətində qala bilər. Çünki o damın kupe forması arxadakıların başını tavanına çox yaxın dost edir. Qış aylarında isə o gözəl şüşələrin donub aşağı düşməməsi və qapıların açılmaması kimi kiçik sürprizlərlə də qarşılaşa bilərsiniz. Uzun sözün qısası, bu maşın biraz kaprizli gözəl kimidir. Ona pul xərcləsən, nazını çəksən, sənə elə bir sürüş həzzi və prestij verəcək ki, başqa heç bir maşında o dadı ala bilməyəcəksən. Amma son qəpiyi nə qədər buna verib sonra usta yanında növbə gözləyəcəksənsə, bəlkə də başqa bir seçimlərə baxmağında daha yaxşı ola bilər. Bu maşını sevən mühərrikin səsini yox, onun ruhunu sevir. Səncə bu dərdlərinə rəğmən hələ də C219 almağa dəyər? Şərhlərdə öz fikrini yaz. Gələn görüşlərə qədər özünüzə və Mercedesinizə yaxşı baxın.